Gəlir hər il həcc mövsümü çatır. Bəzi dırnaq arası insan sevərlər, ehtiyaclı insanları sevənlərin dərdləri düşür yadlarına. Amandır, niyə bu pulları aparıb biz ərəblərə xərcləyirik, niyə biz həccə gedirik? Olmaz ki, bizim ehtiyaclarımız var, orada öz ehtiyaclarımıza əl tutaq. Əzizim, əgər səmiminsənsə bu sözündə, hər il minlər, 100 minlər insanlar Birləşmiş Ərəb Əmirliklərinə istirahətə gedir. Heç orada yadıma düşmür ki, niyə gedib ərəbə pul xərcləyirik, burada ehtiyaclarımız qalıb. Həmin ərəbdir. Birləşmiş Ərəb Əmirliklərindəkilər də həmin ərəbdir, İraqdakı da həmin ərəbdir, Səudiyyədəki də həmin ərəb elə həmin ərəbdir də. Niyə onda demirsən ki, niyə insanımız aparıb 10.000 dolları xərcləyir bir həftəlik istirahətində? Ehtiyaclarımız var bizim, getməyək istirahətə, bu qədər pulları xərcləməyək. Yox, sən səmimi deyilsən əzizim. Sənin içində bir dənə İslam ayinlərinə qarşı nifrət var. Hər fürsətdə bu nifrəti izhar edirsən. Sənin davun Allahlandır, sənin davun həccləndir. Özün də bilsən də, bilməsən də Allahın ayinləri ilə dava edirsən. Allah deyir ki, mən vacib qılmışam. Boynunuzda fərzdir, boynunuzda minnətdir gəlib Kəbə evinin ziyarətini yerinə yetirirsiniz. Bəli, nə gözəldir ki, bir adam həccə getmədən öncə ehtiyaclara da əl tutsun, malının zəkatını çıxartsın, xumsunu çıxartsın, ehtiyaclara kömək eləsin, sədəqə versin, yardım eləsin və xüsusi qeyd edirəm, elə ziyarətə gedən müsəlmanlar, həccə gedənlər, Kərbəlaya gedənlər, Məşədə gedənlər il boyu görür ki, ehtiyaclara da əl tuturlar. O danışanların biz bir dəfə bu cür sosial tədbirlərdə iştirakını görmürük. Amma davaları həccləndir, davaları müqəddəs məkanlarındandır. Və bu onların axirətini bərbad edir. Yəni, keçən cümədə danışdığımız ayədəndir. Bəzi insanlar var, dünyanı seçib, özü bilər. Amma gəlib durublar, ilahi ayinlərin müqabilində imkan vermirlər insanlar itaətlərini eləsinlər. Bu, müsəlmanın vacibatıdır, əzizim. İndi biraz pulla başa gəlir də. Bütün ibadətlər fiziki deyil ki, Allah bəzi ibadətləri fiziki istəyib bizdən. Namaz kimi əyilib düzələcəksən, oruç kimi az qalacaqsan. Bəzi ibadətləri bəli, Allah deyir, malla olmalıdır. Zəkat kimi, xumus kimi, həcc kimi. Allah bölüb bunları həm malımızla imtihan edir bizi Allah, həm canımızla imtihan edir bizi Allah. İndi burada deyir, malınızla imtihana çəkirəm sizdə. Görüm, il boyu bir ömür qazancından bir həcc pulu qədər xərcləyə bilərsən.